Ya Allah. Yenə gəldik 2026-nın ilk chatbotu ilə. Ekskluziv. Ekskluziv olaraq. Yenə həmişəki kimi qardaş. Gözəl evlər harda olur? Yalnız bizdə, bizim kanalda. Sonra salamlaşın hörmətli kanal izləyicilərinə. Salam hörmətli kanal izləyicilərimiz. Bu gün Nəsiman Masallı qəsəbəsində yolunu görsək ona bax. Yol asfalt. Qazı, suyu, işığı burada. Və ən əsas biz sizinlə hörmətli kanal izləyicilərimiz. Gəldim burada maşını bax burada saxladım. Maşını ətə salma. Saxla burada. Rahat saxla burada. Evimizin hər iki tane maşın var ki, hər tam daşla döşəndir. 4 dönüm qoşadaş. Birinci mərtəbədə betonda, ikinci mərtəbədə beton hörmətli kanal izləyicilərimiz. Şəbəkə pəncərələrdir. Arvanla girişidir. Sol tərəfində gəndə əlavə saxlanılır. Kombi və orada su sənəd su var bilərsiniz. Düz 24 saat burada sudur, azdır, işıqdır. Yəni burada bu torpaq sahəsi aiddir. Biz gəl evi çəkmək sınavş edin. İnşallah evi olmayan insanlara Allah da belə gözəl evlər qismət etsin. Görə bəzi şəbəkə pəncərə qoşa daşlandı. Hatırladım ki, birinci mərtəbə bütün gördüyümüz hamı istif oldu. İkinci mərtəbə qalxan dekanımız, mərmərən tərəfdə manat betondur. Kaloriya sistemi burada sol tarafdadır. Və burada qonaq otağımız və sağda isə mətbəximizdir. Zəhmət olmasın. Keçindən 2 dənə pəncərə ki, hər ikisi nasıl? Bunun pəncərəsi açıq qalıb, o bağlı. Qəşəng, sənət havalardır. Bu gördüyünüz evi sırf olur. Mətbəx yeri dərəcə genişlik. Bax, buradan da görsə, bax, bu görüm təhvil əsaslıdır bizə. Qaz, su, işıq, elektrik sistemi, məkanizm sistemi hamısı var, hörmətli kanal izləyicilərimiz. TV-lər diqqətlə çəkilib. Bura birinci mərtəbə aydın insanların otağıdır. Yer istif olduğu anda İndi isə baxaq ikinci mərtəbəsinə mən tanışırım. Qiymət çox super qiymətdir. 110 bin manata ipotekli yer alır. Evin torpağın tam bir sənəd olan evimiz saçılır. Amma olar. Çox soğuk. Standlar boşalır. Yer istif oldu. Burada isə hər mərtəbədə elektrik harcılar var. 7 dənə. Burada elektrik harcı qoyulur. Burada uşaq arasında da tüm yataq otağıdır. Burada da 2 dənə pəncərə şəbəkə pəncərədir. Baxaqlar pəncərə düşən tərəf, düşmən tərəf hamısı boşalmışdır. Burada isə belə bir güzəldir. Qonaq otağımızdan burada var. Daha doğrusu yataq otağımız burada var. Balkonla çıxışıdır. Və sonuncu yataq otağımız buradan ışığı yandırıb. Bax, belə bir güzəldir. Sonuncu yataq otağımızdan burada var. Bütün yataq otaqlar genişlik, bütün otaqlar televizyonun qətləri boşluq. İpotek yer alınır. Pəncərədən qarşısını keçən bir mani yoxdur. Bütün pəncərəmiz açıldır. Yəni, buradan da göstərə bilərsən. Evin başlarına düşən pəncərəni göstərdim. Bax, buradan görürsün. Həyətini görürsün, oradan həyətini görürsən. Bax, həyətlərin sayısı, bu evimizin aiddir. Hasarda tikilməyib. Məsələn, biri budur. İnşallah ev olmayan insanlar Allah da belə gözəl rəhmət etsin. Qiymətli qapaqlarım 110 bin manata satılır. Sözsüz ki, real alacağımız yəni cüzi indirim olacaq. İpotek yer aladı, evin torban tam sənədləri var. Bütün kommunikasiya xətləri də qaydasında.